Salam dostlar, biokimyanın davamına baxırıq. 51-ci sual. Hüceyrənin hansı orqanoidində bir amin turşunun karboksil qrupu ilə digərinin amin qrupu arasında əlaqə yaranır? Yəni, bu zülal molekuludur. Zülal molekulunda amin turşunun karboksil qrupu ilə digərinin amin qrupu arasında demək, peptid rabitəsi yaranır. Zülalı da sintez eləyən orqanoid ribosomdur. 52. DNT molekulundakı adenin və sitozin nukleotidlərinin cəmi nukleotidlərin ümumi sayının neçə faizini təşkil etmiş olur? Adeninlə sitozinin cəmi komplementar olaraq timinlə guaninin cəminə bərabərdir. Bu da 50% eləyir. 53. DNT molekulunda hansı nukleotidlərin saylarının cəmi onlar arasındakı hidrogen rabitələrinin sayına bərabərdir? Adeninlə timinin cəmi tutaq ki 2-dir. Onlar arasında da 2 dənə hidrogen rabitəsi olur. Növbəti suallara baxaq. 54. 800 nukleotiddən qurulmuş bir DNT molekulunda 300 adenin nukleotidi varsa, onda bu DNT molekulundakı sitozin və timin nukleotidlərinin cəmi neçə olar? Demək, 800 nukleotid var cəmi. Bu 800 nukleotidin 300-ü adenindir. 300-ü adenin nukleotididir. 300 adenin isə 300 də timin nukleotididir. Demək, 800-ün 300 adenin, 300 timin edir 600. Yerdə qalır 200. 200 nukleotiddən 100-ü guanin, 100 nukleotid də timinin payına düşür. Bizdə də sualda soruşur ki, demək, sitozin və timin nukleotidlərinin cəmi. Sitozin və timin nukleotidlərinin, üzr istəyirəm, burada T yazdım, normalda S yazmalıydım. Bu sitozin eləyir. Timin 300, sitozin 100. Cəmi eləyir 400. D variantı. Bir ATF və bir ADF molekulunda cəmi neçə makroerqik rabitə var? ATF-də bilirik ki, 2 makroerqik rabitə olur, ADF-də 1. Cəmi soruşduğuna görə 3 edir. 56. 200 qram yağın oksidləşməsindən əmələ gələn suyun miqdarını müəyyən edin. 1 qram yağ bizə 1,1 qram su verir. 200 qram isə 200-ü vuraq 1,1-ə. 220 edəcək. 250 qram zülalın parçalanması zamanı ayrılan enerji miqdarını müəyyən edin. 1 qram zülal bizə 17,6 kilojul enerji verir. 250 qram verildiyinə görə biz 250-ni vurmalıyıq 17,6-ya. 250-ni də 17,6-ya vurduqda 4400 kilojul enerji deməkdir. 58. DNT-nin molekulunun hər hansı bir zəncirinin müəyyən sahəsində bu nukleotidlərin ardıcıllığı yerləşərsə,
Digər zəncirdə nukleotidlərin yerləşmə ardıcıllığı necə olar? Biz bilirik ki, DNT-də adenin timinə, guanin sitozinə komplementardır. Yəni adenin olduqda, yaxşı, burada birinci adenin başlayır. Demək, ona komplementar olaraq timin yerləşəcək. Timindirsə adenin, guanindirsə sitozin, sitozindirsə guanin, guanin, adenin, axırda da guanindirsə sitozin. Y variantı uyğun gəlir. Yəni, komplementarlıq prinsipi belə idi. Adeninin qarşısında bir zəncirdə əgər adenin varsa, onun qarşısında timin dayanır. Guanin varsa, qarşısında sitozin dayanmış olur. 59-cu sual. Göstərilən sıralardan hansı düzgündür? Baxaq, yalnız DNT-də rast gəlir. DNT-də biz timin nukleotidini götürə bilərik. Timin nukleotidi ancaq DNT-yə məxsusdur. Yalnız RNT-də isə timin olmur, əvəzində urasil olur. Həm DNT, həm də RNT-də rast gəlinir. Bütün nukleotidlərin tərkibində ortofosfat turşusu qalığı var. Həmçinin karbohidratı var. Düzdür, karbohidratı DNT-də dezoksiribozadır, RNT-də ribozadır. Burada demək, uyğun gələn variant A variantıdır. 60. DNT molekulunun iki zəncirindəki hansı azotlu əsasların arasında 3 rabitə yaranır və bu rabitələr necə adlanır? Guaninlə sitozin arasında 3 qat hidrogen rabitəsi olur. Adı da hidrogen rabitəsidir. 61. İnterfaza zamanı hüceyrədə sintez olunduğu yeri heç vaxt tərk eləmir. Bəli, interfazada DNT sintez olunur və o yeri tərk eləmir. RNT-lər, onlar da interfazada sintez olunur, amma RNT-lər nüvədən sitoplazmaya keçə bilər, yerlərini dəyişə bilər. 62. İnterfaza zamanı hüceyrədə sintez olunduqları strukturu tərk edə bilər. Burada da RNT növlərini götürə bilərik. 63-cü sual. DNT molekulunda sayca miqdarı 880 olan guaninli nukleotid 22% təşkil edir. Buna əsasən digərlərini tapmaq lazımdır. Və 880 guanin nukleotidi var. Bu, ümumi nukleotidlərin 22%-dir. Digər nukleotidləri tapmalıyıq. Sitozini tapaq əvvəlcə. Ümumiyyətlə, guanin 880 isə sitozin də 880 olur. Bunlar DNT molekulunda bunların sayı bərabər olur. Demək, bu da 880 elədir. Bu da 22%-dir. Qaldı tapmaq adeninlə timini. Adenini tapsaq, timini də tapmış olarıq. Necə tapırıq? 22% guanin, 22% sitozin. Bu cəmi eləyir 44%. Biz 100%-dən 44%-i çıxırıq. Qalır, demək, 56%. O 56%-in yarısı, yəni 28%-i adeninin payına düşəcək. 28%-i timinin payına düşür. Tənasüb quraraq tapa bilərik. 880 22%-dirsə, 28% adenin eləyir. 28-i demək 880-ə vurub 22-yə bölməliyik. Daha rahat yolunu 880-i 22-yə bölsək, bizə burada qalacaq 40. Düzdürmü? 40-ı da biz 28-ə vurmalıyıq. Bu da 1120 eləyir. 1120. 1120 adenindirsə, 1120 də timin olacaq. Saylarını tapmış olduq. Demək, 63-cü sualda
63-cü sualda. Demək, biz nə tapdıq burada? Guanin 22%-dir, 880, sitozin də 22%, 880, adenin 28% eləyir 1120, o da 1120. B variantı. 64-cü suala baxırıq. DNT molekulunda 2000 guanin və 1000 adenin varsa, həmin molekulda neçə nukleotid və neçə hidrogen rabitəsi olar? 2000 guanin var. 2000 guanin. 2000 guanin varsa 2000 də sitozin eləyir. 1000 adenin var. 1000 adenin varsa 1000 timin nukleotidi olur. Nukleotidlərin ümumi sayını tapaq. 2000, 2000, 1000, 1000. Bu elədir 6000. Bir də hidrogen rabitəsini tapaq. Hidrogen rabitəsini daha rahat yolla ümumi nukleotidin üzərinə ya guaninin sayını gəlirik, ya da sitozin, fərq eləməz. Demək, 6000 nukleotidimiz var, 2000 də guanin. Toplayırıq, eləyir 8000. 8000 də burada hidrogen rabitəsi olmuş olur. 65-ci sual. DNT molekulunda 24000 ortofosfat turşusu qalığı, 24000 dezoksiriboza və 8000 timin nukleotidi varsa, bu molekulda neçə sitozin var? 24000 ortofosfat turşusu qalığı, 24000 dezoksiriboza, bu deməkdir ki, bu molekulda 24000 nukleotid var. Çünki bir nukleotidin bir ortofosfat turşusu qalığı olur, bir də dezoksiriboza, yəni karbohidratı olur. 24000 nukleotiddir cəmi. Bu 24000-in 8000-i timin. 8000 timin eləyir. 8000 timin var burada. Bizdən nəyi soruşur? Sitozini soruşur. 8000 timin varsa, 8000 də adenin var. Düzdürmü? 8000 adenin. 24000-dən çıxaq bu ikisinin cəmini, yəni 16000-i çıxsaq, yerdə qalır 8000. 8000-in də yarısı sitozinin payına düşəcək, yarısı da guanin. Sitozin soruşduğuna görə 8000-in yarısı 4000 etmiş olur. Növbəti suala baxırıq. 42000 nukleotiddən ibarət DNT molekulunda nukleotidlərin sayca 7-də 2-si adenindir. Guaninin sayını tapın. 42000-in 7-də 2-si, yəni 42000-i biz 2-yə vuraq, 7-yə bölək. 42000 vuraq 7-də 2-yə, görək burada nə qədər adenin var. Bu da eləyəcək, demək, 42000-in 7-yə böləndə 6000, 2-yə vuranda 12000. 12000 adenin var. On 12000 adenin varsa, ona komplementar olaraq 12000 də timin eləyəcək. 12000 timin. 42000 nukleotiddən 12000-i adenindir, 12000-i timindir. 42000-dən bunların cəmini çıxırıq. 24000-i çıxdıqda yerdə qalır 18000. 18000 nukleotidin də yarısı guanindir, yəni 9000-i guanindir. 9000-i də sitozin nukleotidi etmiş olur. 67.
1000 nukleotiddən təşkil olunmuş DNT molekulunun sintezi zamanı neçə molekul su əmələ gələr? DNT-də 1000 nukleotiddirsə, suyu tapmaq üçün biz 2 dənə çıxırıq həmişə. Çünki DNT 2 zəncirlidir. Bir zəncirinin əmələ gəlməsi zamanı nukleotidlərin sayından bir vahid az. 2 zəncirin əmələ gəlməsi zamanı isə 2 vahid az su ayrılır. 1000 nukleotid verib, ondan 2 vahid az su ayrılacaq. 998 etmiş olur. 68-ci suala baxaq. Hidrofil maddələri müəyyən edir. Hidrofil maddələr suda həll olan maddələrdir. Glukoza monosaxariddir. Monosaxaridlər suda yaxşı həll olur. Lipidlər hidrofobdur. Fruktoza monosaxariddir. Bu da suda həll olur. Xolesterin lipidlərə aiddir. Hidrofobdur. Bunu götürmürük. Yağlar da lipid mənşəlidir. Hidrofobdur. Qələvilər biz kimyadan da bilirik. Qələvilər suda həll olur. Nişasta polisaxariddir. Polisaxaridlər suda həll olunur. Pentozalar da monosaxaridlərə aiddir. Suda həll olur. Xörək duzu, yəni natrium xlorid də suda həll olur. Hidrofildir. 1, 3, 6, 8, 9. Burada Y variantını götürmüş oluruq. 69-cu sual. ATF DNT-nin adeninli nukleotidindən fərqlənir. A. Azotlu əsasın quruluşu və ortofosfor turşusu qalığının sayı. Azotlu əsas ATF-də bir dənə adenin azotlu əsası var. DNT-nin də adeninin nukleotidində adenin azotlu əsası var. Bu fərqlənməz. B. Ortofosfat turşusu qalığının sayı və karbohidratın quruluşu ilə bəli. ATF-də ortofosfat turşusu qalığı 3-dür. 3-dür. DNT-də də DNT-nin adenin nukleotidində, ümumiyyətlə nukleotidlərdə bir dənə ortofosfat turşusu qalığı olur. Karbohidratın quruluşuna görə də fərqlənir. ATF-də olan karbohidrat ribozadır. DNT-də dezoksiribozadır. B variantını götürə bilərik. 70-ə baxırıq. ATF RNT-nin adeninli nukleotidindən fərqlənir. Burada artıq RNT-nin adeninli nukleotidini deyir. A. Ortofosfat turşusu qalıqlarının və azot əsasları arasında olan hidrogen rabitələrinin sayına görə. Burada ortofosfat turşusu qalıqlarının sayı düzdür. Çünki ATF-də 3-dür, RNT-də adenin nukleotidində 1-dir. Amma azot əsasları arasında hidrogen rabitəsi bunlarda olmur. Ona görə götürülür. B. Azot əsasının quruluşu xeyr, hər ikisində ATF-də də adenin azot əsasıdır. RNT-nin adenin nukleotidində də adenin azot əsasıdır. C. Azot əsasları arasında olan hidrogen rabitələrin sayına görə xeyr, RNT bir zəncirlidir. ATF-də də azot əsası arasında hidrogen rabitəsi yoxdur. D. Amin turşularının tərkibi və karbohidratların quruluşuna görə amin turşularının bura nə aidiyyatı var? E. Ortofosfat turşusu qalıqların sayına görə bəli, ortofosfat turşusu qalıqların sayına görə fərqlənir. Belə ki, ATF-də ortofosfat turşusu qalığının sayı 3-dür. RNT-nin adeninli nukleotidində 1-dir. 71-ci suala baxırıq. İşləyən əzələ hüceyrəsinin hansının miqdarı tədricən azalar? Əzələ ATF hesabına enerji alır. Yəni ATF parçalanır, enerji ayrılır və əzələ işləyir. ATF-in miqdarı az olar. 72. DNT molekulunun hər hansı bir zəncirinin müəyyən sahəsində nukleotidlər bu ardıcıllıqla yerləşərsə, digər zəncirdə nukleotidlərin yerləşmə ardıcıllığı yenə komplementarlıq prinsipinə baxırıq. Adenin qarşısında timin, timinin qarşısında adenin, guanin qarşısında sitozin, sitozində guanin, adenin, guanin. Demək, burada oldu. B variantı düzgün gəlir. 73. N sayda triplet olan məlumat RNT-də neçə nukleotid olur? Bir tripletin tərkibində 3 nukleotid var.
En sayda veribsə 3-ü də vurmalıyıq biz n-ə tapmalıyıq. 74. En sayda nukleotid olan məlumat RNT-dən neçə triplet olar? Bunun tam əksi. 3 nukleotid, 1 triplet. N dənə nukleotid, biz onu 3-ə bölməliyik, tripletlərin sayını tapmalıyıq. 75. RNT molekulunun hər hansı bir səbəbdən parçalanması nəticəsində aşağıdakı göstərilənlərdən hansı əmələ gəlməz? RNT-nin tərkibində dezoksiriboza yoxdur. Dezoksiriboza DNT-də olur. Buna görə DNT bu əmələ gəlməz. 76-ya baxırıq. DNT molekulunun hər hansı bir səbəbdən parçalanması nəticəsində hansı əmələ gəlməz? DNT-də də riboza yoxdur. Əmələ gəlməz. 77. ATF, DNT və RNT molekullarında eyni olan aşağıdakılardan hansıdır? A. Adenin azot əsaslarının quruluşu. Bəli, ATF-də də zaten adenindir. DNT-də də adenin azot əsası var. RNT-də də var. Quruluşları eyni ola bilər. B-də adenin nukleotidinin quruluşu. Hə, nukleotidin quruluşu artıq fərqlidir. ATF-in adenin nukleotidində demək, adenin azot əsası var, 3 dənə orta fosfat turşusu qalığı var. DNT-də adenin azot əsası var, dezoksiriboza var, bir də orta fosfat turşusu qalığı var. RNT-də adenin azot əsası var, riboza var, orta fosfat turşusu qalığı var. Yəni nukleotidlər fərqlənir, amma azot əsasları üçündə də adenindir, quruluşları eynidir. 78. X-i müəyyən edir. Urosil, orta fosfat turşusu qalığı. Urosil varsa bu ribozaya aiddir. Düzdürmü? Götürə bilərik. 79-da timin görürük. Timin azot əsası dezoksiribozaya aiddir. Yəni dezoksiribozaya aid deyəndə DNT-yə aiddir. DNT-nin də karbohidratı dezoksiribozadır. 80. Nuklein turşusu zəncirində nukleotidlərin hansı ardıcıllığı ola bilməz? Hansı ardıcıllıq ola bilməz? B variantı. Niyə ola bilməz? Çünki timin də var, urosil də var. Bunlar eyni zəncirdə ola bilməz. Timin DNT-nin nukleotididir. Urosil RNT-nin nukleotididir. 81. Nuklein turşusu zəncirində nukleotidlərin hansı ardıcıllığı ola bilər? A-da urosil var, timin var. Ola bilməz. B-də yenə urosillə timini görürəm. Ola bilməz. D-də urosil, timin var. Ola bilməz. Y-də də var. Amma C variantında ola bilər. Əgər ATF molekulundan 2 orta fosfat turşusu qalığı ayrılsaydı, onda o hansı polimerin monomeri ola bilərdi? Demək, ATF-də bir adenin nukleotidi var. Adenin nukleotidində adenin azot əsası, riboza, 3 dənə də bu gördüyümüz orta fosfat turşusu qalığı var. Sualda deyir ki, bu 2 orta fosfat turşusu qalığı ayrılsaydı, bu ayrılsa, bunları biz silək. Bu zaman nə görürük burada? Burada biz adenin nukleotidi qalmış olur. Bu adenin nukleotidi DNT-yə aiddir, yoxsa RNT-yə? Riboz olduğuna görə RNT-yə aiddir. Demək, RNT-nin adeninli nukleotidi qalmış olur. İndi orada cavaba baxaq. 82-də idi, düzdürmü? RNT-nin hansı polimerin? Bəli, RNT-nin monomeri ola bilər. 83. Əgər RNT-nin adeninli nukleotidinə 2 orta fosfat turşusu qalığı birləşsə, yəni bu sualın əksidir, o ATF-ə çevrilər. Düzdürmü? 84. Hansı azotlu əsasların molekul kütlələri cəmi digərlərinin cəmindən çoxdur? Bunu yadda saxlayın. Adeninlə guanin kütləsinə görə, ölçüsünə görə bir-birinə bərabərdir. Yəni, bunların cəmi də təbii ki, sitozinlə timinin cəmindən böyükdür.
Adeninlə guanin. 85. DNT molekulunda hansı azotlu əsasların molekul kütlələri cəmi digərlərinin cəmindən azdır? Sitozinlə timinin cəmi bir-birinə ümumiyyətlə sitozinlə timinin kütləsi cəmi bərabərdir. Və bunların kütləsi adeninlə guaninin kütləsi cəmindən az eləyir. Nə üçün DNT molekulunda pentozanın sayı guanin nukleotidinin sayından çox olur? Çünki hər nukleotidin pentozası var. Hər nukleotidin pentozası var. Baxaq burada variantlara. Hər bir azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün azotlu əsas növündə pentozaya rast gəlindiyi üçün azotlu əsas növündə pentozaya rast gəlinmir. Nukleotiddə pentoz olur. B-də bir nukleotiddə 4 azotlu əsas xeyir. Bir nukleotidin bir azotlu əsası var. C, DNT molekulu 2 zəncirli olduğu üçün xeyir. Bütün nukleotidlər pentozaya malikdir. Bəli. Bütün nukleotidlərdə pentoza var. 87. DNT-nin bir zəncirinin sintezi zamanı 142 molekul su ayrılarsa, bu DNT molekulu neçə nukleotiddən ibarət? Bir zəncirin sintezi zamanı əgər 142 su ayrılıbsa, demək bir zəncirdə 143 nukleotid var. 143 nukleotid bir zəncirdədir. Sualda DNT molekulu deyir. Molekul 2 zəncirdə olur. 143 üstünə 143 də gəlməliyəm. 286 etmiş olur. 88. DNT molekulu 328 nukleotiddən təşkil olunub. Onun bir zəncirinin sintezi zamanı nə qədər su ayrılır? 328 nukleotid molekula aiddir. Zənciri tapmaq üçün 2-yə bölürəm. Görüm hər zəncirə neçə nukleotid düşür. Demək, 164. Hər zəncirdə 164 dənə nukleotid var. İndi bir zəncirin sintezi zamanı nə qədər su ayrılar? Bir vahid az ayrılar. Düzdürmü? 163 etmiş olur. 89. ATF molekulunda ortofosfat turşusu qalıqları sayını N ilə, makroelektrolit rabitələrin sayını M ilə ifadə etsək, N böl M nisbətini necə göstərmək olar? ATF-də 3 ortofosfat turşusu qalığının olduğunu bilirik. Düzdürmü? Makroelektrolit rabitələr də bu ortofosfat turşusu qalıqları arasındadır. Sayları da 2-dir. 3-ün 2 nisbəti göstərə bilərik. ADF molekulunu soruşur. ADF molekulunda ortofosfat turşusu qalıqlarının sayı 2 dənədir. Çünki ADF-in açılışı ilə adenozin difosfat, yəni fosforu, fosfatı 2 dənədir. Makroelektrolit rabitədə 1 dənədir. 2-1 nisbəti kimi göstərə bilərik.